Günlərin bir günü Molla Nəsrəddin bazarda oturub, qabağına bir kisə balqabaq tumu qoyub satırmış. Amma elə-belə satmıraq, xüsusi reklamla. Gəl oy vətəndaş, ağıllandıran tumlar burada, yiyən ağıllanır, yeməyən peşman olur. Bir qonşu yaxınlaşır, maraqla soruşur. Ay Molla, bu tumun kilosu neçəyədir? Molla deyir, kilosu bir abbası. Qonşu təəccüblənir. Pa, nə baha, bunun xeyri nədir ki? Molla səsini alçaldıb, sir verirmiş kimi deyir. A kişi, bu adi tum deyil, bunu yeyirsən, anında ağıllanırsan, beynin saat kimi işləyir. Qonşu fikirləşir ki, ağıllanmaq bir şey deyil. Çıxarıb bir abbası verir, 1 kilo tumu alır. Gedir biraz aralıda tumu kitlamağa. Bir-iki dənə yeyən kimi qonşu ayaq saxlayır. Qaça-qaça qayıdır mollanın yanına. Ay molla, sən məni aldatdın. Mən bu bir abbasıya bütöv bir balqabaq alardım. İçindən də bundan 10 qat çox tum çıxardı. Bu nə işdir? Molla gülə-gülə deyir. Hə, gördün, tumlar təsir elədi. Artıq ağıllandın.